Bunları deyirlər, çox belə demin ki, məclisə İmam Zamanın nəzəri var, onun üçün ağırdır. Deyirlər ki, at ayağının altında o qədər qalmışdı, yerlə bir idi İmam Hüseynin bədən. Və ayır da eləyə bilmirdilər. İmam Hüseyin, İmam Səccadın gözü atasının cənazəsinə düşəndə deyir, ağladı. Durdu, deyir, qəbri qazdı və səbir namazı qıldı ki, Allah səbir versin bu işi görməkdə çətin. Deyir, Südəmər uşağın, 6 aylıq uşağın cənazəsini gətirib qoydu İmam Hüseynin sinəsinin üstünə. Ondan sonra dəfn elədi. Üstünü örtdü, belə bir şey yazdı. Belə bir şey yazdı. Yazdı ki, ya əhləl aləm, ey dünyanın insanları bilin, Haza qəbr-i Hüseyin ibn Əli ibn Əbi Talib. Bu, Əli oğlu, Əbu Talib oğlu, Əlinin oğlu Hüseynin qəbridir. Bu Hüseyni necə tanıtdırdı Həzrət İmam Səccad? Hansı əlaməti ilə? Demədi onun başının bədənindən